Qoç. Bugün daxili aləminizdə baş qaldıran coşqun enerji sizi yeni zirvələrə doğru addımlamağa sövq edir. Qarşınıza çıxan hər bir maneəni yaradıcı yanaşma tərzi ilə asanlıqla dəf etmək iqtidarındasınız. Ətrafınızdakı insanların fikirlərinə hörmətlə yanaşaraq öz fərdi mövqeyinizi qorumağı bacarmalısınız. Maliyyə məsələlərində ani qərarlar verməkdən qaçınmaq gələcək sabitliyiniz üçün mühüm şərtdir. Bugün karyeranızda mühüm bir dönüş nöqtəsi yaradacaq strateji addım ata bilərsiniz. Yaxın dostlarınızla münasibətlərdə səmimiyyəti ön plana çəkmək bağlarınızı daha da möhkəmləndirəcək. Şəxsi inkişafınız üçün uzun müddətdir təxirə saldığınız kitabları mütaliə etməyə başlamaq tam vaxtıdır. Səhhətinizə qarşı diqqətli olmaq, xüsusilə yuxu rejiminə riayət etmək enerjinizi bərpa edəcək. Ruhunuzu dincəldən melodiyalar dinləmək zehninizi gərəksiz fikirlərdən təmizləməyə kömək edə bilər. Bugün tənqidlərə qarşı dözümlü olmaq sizə peşəkar mühitdə böyük üstünlük qazandıracaq. Sevdiyiniz şəxslə səmimi dialoq quraraq daxili narahatlıqlarınızı bölüşmək sizə rahatlıq bəxş edəcək. Fikir ayrılıqları zamanı kompromisə getmək bacarığınız bugün ən böyük silahınız olacaqdır. Doğru bildiyiniz prinsiplərin arxasında qətiyyətlə dayanmaq ətrafdakıların sizə olan inamını artırır. Demək olar ki, ümidsiz görünən işlərdə irəliləyiş ehtimalı var, buna həm gözlənilmədən yaranan əlverişli şərait, həm də yaradıcı yanaşmanız kömək edə bilər. Gecə saatlarında təbiət qoynunda qısa bir gəzinti etmək günün yorğunluğunu tamamilə aparacaq. Maddi vəsaitlərinizi idarə edərkən israfçılıqdan uzaq durmaq iqtisadi durumunuzu tarazlıqda saxlayır. Həyatın sizə təqdim etdiyi gözəl təsadüflərə qucaq açaraq anın dadını çıxarmağa çalışın. Gələcəyə ümidlə baxmaq daxili potensialınızı tam şəkildə üzə çıxarmağınıza şərait yaradacaq. Buğa. Sabitlik və hüzur axtarışında olduğunuz bu gündə ulduzlar sizin tərəfinizdədir. İnadkarlıq nümayiş etdirmək əvəzinə hadisələrin təbii axınına uyğunlaşmaq işinizi xeyli asanlaşdıracaq. Peşəkar fəaliyyətinizdə özünə məxsus üslubunuz sayəsində rəhbərliyin rəğbətini qazana bilərsiniz. Maddi dividendlər əldə etmək üçün yeni və innovativ investisiya imkanlarını nəzərdən keçirin. Sevgi həyatınızda qarşılıqlı etimadın yüksəlməsi münasibətlərinizə yeni bir nəfəs gətirəcəkdir. Bugün qida rasionunuza xüsusi diqqət yetirməklə bədəninizin ehtiyac duyduğu enerjini təmin edin. Sizi ruhdan salan negativ insanlarla aranızda məsafə saxlamaq psixoloji sağlamlığınız üçün xeyirlidir. Keçmişdə qalan bəzi sənədləşmə işlərini qaydaya salmaq üçün əlverişli fürsət yaranır. Təbiətlə təmasda olmaq daxili harmoniyanızı yenidən kəşf etməyinizə yardımcı olacaqdır. Özünüzü ifadə edərkən seçdiyiniz sözlərin kəsərli və diplomatik olmasına özen göstərin. Bugün alacağınız gözlənilməz bir xəbər planlarınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Yaradıcılıq sahəsində çalışanlar üçün ilham pərləri bugün olduqca cömərt davranacaq. Yaxın mühitinizdə olan insanların məsləhətlərinə qulaq asmaq sizə fərqli perspektivlər qazandıracaq. Fiziki aktivliyinizi artırmaq daxili gərginliyi bədəninizdən kənarlaşdırmağın ən effektiv yoludur. Bugün başladığınız hər bir yarımçıq işi tamamlayaraq vicdan rahatlığı əldə edə bilərsiniz. Özünüzə olan güvəniniz artdıqca qarşıda duran hədəflərə çatmaq daha da asanlaşacaq. Günün sonunda özünüzü mükafatlandırmaq üçün sevdiyiniz bir məşğuliyyətə zaman ayırın. Əkizlər. Zəkanızın və kommunikasiya bacarıqlarınızın parladığı olduqca dinamik bir gün sizi gözləyir. Yeni məlumatlar öyrənmək həvəsiniz sizi fərqli intellektual mühitlərə doğru sürükləyə bilər. İş yerində kollektivlə quracağınız effektiv ünsiyyət layihələrinizin sürətlənməsinə rəvac verəcək. Şəxsi münasibətlərinizdə qarşı tərəfi dinləmək hissi problemlərin kökündən həllinə kömək edəcək. Maliyyə sferasında riskli addımlardan qaçaraq mövcud büdcənizi qorumağa üstünlük verməlisiniz. Diqqət dağınıqlığı yaşamamaq üçün bugün eyni anda bir neçə işlə məşğul olmayın. Səyahət planları qurmaq daxili dünyanızda yeni bir həyəcan dalğası yaradacaqdır. Sağlamlığınıza qayğı göstərmək məqsədlə zərərli vərdişlərdən birdəfəlik uzaqlaşmağa qərar verə bilərsiniz. Bugün sosial şəbəkələrdə keçirdiyiniz vaxtı azaldaraq real dünyaya fokuslanmaq daha faydalıdır. Həyatınızda yeni bir səhifə açmaq üçün köhnə inciklikləri tamamilə unuda bilərsiniz. Analitik düşüncə qabiliyyətiniz sayəsində mürəkkəb məsələlərin ən sadə həll yollarını tapacaqsınız. Ailə üzvlərinizin sizə ehtiyacı olduğunu hiss etdiyiniz an onlara dəstək olmağı unutmayın. Ruhunuzun ehtiyac duyduğu sakitliyi tapmaq üçün meditasiya üsullarına müraciət edə bilərsiniz.
Bu gün imzalayacağınız hər hansı bir müqavilənin bəndlərini diqqətlə oxumağınız tövsiyə olunur. Öz fərdi ideyalarınızı cəsarətlə müdafiə etmək sizi ətrafınızda liderə çevirəcək. Gün ərzində qarşılaşdığınız xırda çətinlikləri böyütmədən optimist yanaşma nümayiş etdirin. Axşam saatlarında tək qalmaq zehninizi növbəti günün planlarını hazırlamaq üçün əla fürsətdir. Xərçəng. Bugün emosional dünyanızda baş verən dalğalanmalar sizi daha həssas bir nöqtəyə gətirə bilər. Daxili səsinizə qulaq asaraq intuisiyanızın sizi yönləndirdiyi doğru cığırı tapmağa çalışın. Ailə ocağınızda hüzur və rifahın təmin olunması üçün fədakarlıq etməyə hazır olmalısınız. İş mühitində rəqabətdən uzaq duraraq öz fərdi layihələrinizə konsentrasiya olun. Maddi məsələlərdə qənaətcil davranmaq yaxın gələcəkdə qarşılaşa biləcəyiniz xərclərin qarşısını alacaq. Dostlarınızla keçirəcəyiniz səmimi dəqiqələr daxili enerjinizi yenidən bərpa etməyə kömək edəcək. Bugün yaradıcı fəaliyyətlərlə məşğul olmaq emosional gərginliyinizi azaltmaq üçün mükəmməl vasitədir. Sağlamlığınızı qorumaq naminə bitki çaylarına və təbii qidalara üstünlük verməyiniz yaxşı olar. Keçmişin kölgəsindən qurtularaq bugünün gətirdiyi gözəlliklərə diqqət yetirməyi öyrənməlisiniz. İşgüzar danışıqlarda təmkinli davranmaq qarşı tərəfin sizə olan etibarını qat-qat artıracaq. Sevdiyiniz insana qarşı diqqətli və nəvazişli olmaq aranızdakı soyuqluğu tamamilə aradan qaldıracaq. Bugün evinizdə edəcəyiniz xırda dekorasiya dəyişiklikləri məkanın enerjisini tamamilə müsbətə doğru dəyişəcək. Həyatınızdakı prioritetləri yenidən müəyyənləşdirmək üçün ideal bir zaman kəsiyindəsiniz. Başqalarının problemlərini özünüzə dərd etmədən öncə öz şəxsi rifahınızı düşünməlisiniz. Bugün təsadüfən qarşılaşacağınız bir insan gələcək planlarınıza fərqli bir rəng qata bilər. Özünüzə olan inamınızı sarsıtmağa çalışan bədxahlara qarşı sükutla cavab vermək ən yaxşı strategiyadır. Günün sonunda əldə etdiyiniz uğurlara görə şükranlıq duyğusu yaşamaq ruhunuzu qidalandıracaq. Şiir. Bugün ətrafınıza saçdığınız xarizmatik enerji sayəsində diqqət mərkəzində olmaq şansınız olduqca yüksəkdir. Liderlik keyfiyyətlərinizi nümayiş etdirərək komandanızı böyük bir uğura doğru apara bilərsiniz. Maddi imkanlarınızı genişləndirmək üçün qarşınıza çıxan yeni əməkdaşlıq təkliflərini mütləq dəyərləndirin. Şəxsi ambisiyalarınızın ətrafdakıların hüquqlarını tapdalamasına heç bir vəclə icazə verməməlisiniz. Sevgidə qüruru bir kənara qoyub hisslərinizi səmimi şəkildə ifadə etmək münasibətlərinizi xilas edə bilər. Sağlam bir bədən üçün idmanla mütəmadi məşğul olmağı gündəlik vərdişinizə çevirin. Bugün yaradıcılıq potensialınızın ən yüksək zirvəsində olduğunuz üçün yeni ideyalarınızı qeyd edin. Ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün təbii və səmimi davranmağınız kifayətdir. Gərəksiz mübahisələrdən qaçmaq üçün bəzən sadəcə gülümsəyib keçməyi bacarmaq lazımdır. Gələcək hədəflərinizə çatmaq üçün bugün atacağınız hər bir addım böyük əhəmiyyət kəsb edir. Dostlarınızla birlikdə təşkil edəcəyiniz sosial fəaliyyətlər sizə unudulmaz anlar bəxş edəcək. Özünüzü intellektual cəhətdən inkişaf etdirəcək mühazirələrə və ya seminarlara qatılmaq faydalı olar. Büdcənizi planlaşdırarkən gələcək investisiyalar üçün mütləq müəyyən bir məbləğ ayırmağı unutmayın. Səbr nümayiş etdirmək bugün qarşılaşacağınız çətin vəziyyətlərdən minimum itki ilə çıxmağınızı təmin edəcək. Bugün daxili səsinizin sizə fısıldadığı həqiqətləri qəbul etmək acı da olsa faydalıdır. Başqalarına kömək etmək istəyi daxili dünyanızda mənəvi bir rahatlıq hissi yaradacaqdır. Günün yekununda qazandığınız təcrübələri analiz edərək gələcək strategiyanızı müəyyənləşdirin. Qız. Bugün analitik təfəkkürünüzün və detallara olan diqqətinizin sayəsində çətin tapşırıqların öhdəsindən gələcəksiniz. İş mühitində nizam-intizama riayət etmək məhsuldarlığınızı maksimum dərəcəyə çatdırmağa kömək edəcək. Maliyyə planlamasında göstərdiyiniz vasvaslıq sizi gələcək iqtisadi böhranlardan tamamilə sığortalayır. Sağlamlığınıza xüsusi diqqət yetirərək stres faktorlarını həyatınızdan minimuma endirməyə çalışın. Şəxsi münasibətlərinizdə tərəfdaşınızın kiçik səhvlərini böyütmədən anlayışla qarşılamağı öyrənməlisiniz. Bugün yeni bir dil öyrənməyə və ya peşəkar kursa başlamaq üçün olduqca münasibdir. Ətrafınızdakı insanların sizdən asılı olduğunu hiss etmək məsuliyyətinizi biraz da artıra bilər. Fəaliyyətinizdə fərdi yanaşmalardan istifadə etmək sizi rəqiblərinizdən bir addım öndə saxlayacaq. Zərif zövqünüz sayəsində ətrafınızdakı məkanı daha estetik və rahat bir hala gətirə bilərsiniz. Bugün yaxın bir dostunuzun məsləhətinə ehtiyac duya və ondan mənəvi dəstək ala bilərsiniz.
Daxili dincliyinizi qorumaq üçün gərəksiz dedikodulardan və intriqalardan uzaq durmağınız şərtdir. Real hədəflər təyin etmək xəyal qırıqlığı yaşamağınızın qarşısını alan ən mühüm amildir. Bədəninizin siqnallarına qulaq asaraq bugün dincəlməyə daha çox vaxt ayırmağınız tövsiyə olunur. İctimai fəaliyyətlərdə iştirak etmək dünya görüşünüzün genişlənməsinə müsbət təsir göstərəcəkdir. Doğru zamanda doğru yerdə olmaq bəxtinizin bugün üzünüzə gülməsinə səbəb ola bilər. Öz potensialınıza inanın və qarşınıza çıxan hər bir çətinliyin keçici olduğunu unutmayın. Axşam saatlarında təkbaşına meditasiya etmək günün bütün yorğunluğunu ruhunuzdan silib atacaq. Tərəzi. Həyatınızın bütün sferalarında harmoniya və tarazlıq axtarışında olduğunuz xüsusi bir gündür. Diplomatiya bacarığınız sayəsində ətrafınızda baş verən gərgin münaqişələri asanlıqla yoluna qoya bilərsiniz. İşgüzar tərəfdaşlıqlarda ədalətli mövqe nümayiş etdirmək nüfuzunuzun artmasına mühüm töhfə verəcək. Şəxsi büdcənizi idarə edərkən gözəl amma gərəksiz əşyalara pul xərcləməkdən çəkinməlisiniz. Maliyyə baxımından bu ən uğurlu gün deyil, uğursuz alış-veriş və lazımsız xərclər mümkündür. Ümid etdiyiniz gəlirlər gecikə bilər, sevgi münasibətlərinizdə romantizmin yüksəlməsi tərəfdaşınızla aranızda unudulmaz anlar yaşadacaq. Sağlam bədəndə sağlam ruh tapmaq üçün yoga və bənzəri fəaliyyətlərə vaxt ayırın. Bugün sənət və estetikaya dair mövzular daxili dünyanızı zənginləşdirməyə kömək edəcək. Qərarsızlıq hissini boğaraq qarşınızda duran seçimlər arasında ən rasional olanını seçməlisiniz. Sosial çevrənizdə yeni və nüfuzlu insanlarla tanış olmaq gələcək karyeranız üçün faydalıdır. Öz daxili gözəlliyinizi kəşf etdikcə ətrafınızdakı dünya da daha füsunkar görünməyə başlayacaq. Bugün alacağınız xoş təkliflər sizə yeni üfüqlər və fərqli fəaliyyət sahələri aça bilər. Ailə daxilində yaranan anlaşılmazlıqları şirin dillə və mülayimliklə həll etməyə çalışın. Zehni yorğunluqdan qurtulmaq üçün açıq havada uzun gəzintilər etmək olduqca xeyirlidir. Fərdi inkişafınız naminə bugün özünüzü tənqid etməkdən çox uğurlarınızla fəxr etməlisiniz. Həyatın təqdim etdiyi şansları qaçırmamaq üçün diqqətinizi ətrafda baş verən hadisələrə yönəldin. Dostlarınızın sizə olan etibarını sarsıtmamaq üçün verdiyiniz vədlərə mütləq əməl edin. Günün sonunda əldə etdiyiniz daxili hüzuru qorumaq üçün sakit bir güşəyə çəkilin. Əqrəb. Bugün daxili instinktləriniz və güclü iradəniz sayəsində ən çətin sınaqlardan belə alın-açıq çıxacaqsınız. Həyatınızda köklü dəyişikliklər etmək istəyi sizi köhnə vərdişlərdən tamamilə qurtulmağa sövq edə bilər. Peşəkar fəaliyyətdə gizli qalan məqamları üzə çıxarmaq qabiliyyətiniz sizə böyük üstünlük qazandıracaq. Maddi məsələlərdə sir saxlamaq və planlarınızı hər kəsə danışmamaq uğurunuzun rəhnidir. Ehtiraslı və səmimi duyğularınız sevgi həyatınızda yeni bir qığılcımın yaranmasına səbəb olacaq. Sağlamlığınızı qorumaq üçün daxili stressi fiziki məşqlər vasitəsilə bədəninizdən xaric etməlisiniz. Bugün qarşılaşacağınız mistik və ya sirli mövzular intellektual marağınızı xeyli artıra bilər. Ətrafınızdakı insanların səmimiyyətini yoxlamaq üçün intuisiyanıza güvənməyiniz tamamilə kifayətdir. Gərəksiz qısqanclıq və sahiblənmə hisslərindən uzaq durmaq şəxsi münasibətlərinizi qoruyacaq. Hədəflərinizə doğru gedən yolda qarşınıza çıxan maneələr yalnız sizin əzminizi daha da gücləndirir. Bugün edəcəyiniz strateji tərəfdaşlıqlar gələcək maliyyə durumunuza müsbət təsir göstərəcək. Öz daxili dünyanızı yenidən kəşf etmək üçün tənhalığa və sakitliyə ehtiyac duya bilərsiniz. Keçmiş inciklikləri bağışlamaq mənəvi baxımdan azad olmağınız üçün ən böyük addımdır. Başqalarının fikirlərindən asılı olmadan öz müstəqil qərarlarınızın arxasında cəsarətlə durmağı bacarın. Bugün yaradıcılığınızı nümayiş etdirə biləcəyiniz gizli potensial sahələri kəşf edə bilərsiniz. Sizi aşağı çəkən negativ enerjili insanlarla bağlarınızı tamamilə qoparmaq zamanı gəlmişdir. Günün sonunda əldə etdiyiniz mənəvi zəfəri qeyd etmək üçün özünüzə xoş bir mühit yaradın. Ox atan. Nikbinliyiniz və tükənməz enerjiniz bugün ətrafınızdakı bütün insanlara müsbət təsir bağışlayacaq. Yeni fəlsəfələr və fərqli mədəniyyətlərlə tanış olmaq istəyi daxili dünyanızı xeyli zənginləşdirəcək. İş yerində qarşınıza çıxan çətinlikləri yumor hissiniz və geniş dünya görüşünüz sayəsində asanlıqla həll edəcəksiniz. Maliyyə sahəsində böyük risklərə girmədən öncə mütəxəssislərin rəyini öyrənmək faydalı olar. Şəxsi azadlıqlarınıza zərər verməyəcək şəkildə münasibətlərinizi inkişaf etdirməyə çalışmalısınız.
Sağlam həyat tərzi sürmək üçün açıq havada qaçış və ya idman növlərinə üstünlük verin. Bu gün gələcəyə dair böyük layihələrin təməlini qoymaq üçün ideal bir zaman kəsiyindəsiniz. Ətrafınızdakı insanlara qarşı dürüst olmaq sizə uzun müddətli və sadiq dostluqlar qazandıracaq. Səyahət planları qurmaq zehninizi gündəlik qayğılardan uzaqlaşdırmağın ən gözəl üsuludur. Rutin işlərdən sıxıldığınız an fərqli fəaliyyət növlərinə keçid edərək motivasiyanızı qoruyun. Bugün qarşılaşacağınız fərqli təkliflər qarşısında cəsarətli addımlar atmaqdan qətiyyən çəkinməyin. Şəxsi inkişaf kitabları oxumaq daxili suallarınıza cavab tapmaqda sizə yol göstərə bilər. Həyatın sizə bəxş etdiyi hər bir anı bayrama çevirmək bacarığınız ən böyük sərvətinizdir. Başqalarının məhdudlaşdırıcı düşüncələrinə əhəmiyyət vermədən öz xəyallarınızın ardınca inamla gedin. Bugün şansın sizinlə olduğunu hiss edərək cəsarət tələb edən işlərə girişə bilərsiniz. Dostlarınızla bölüşəcəyiniz şən anlar günün gərginliyini tamamilə unutturacaq dərəcədə təsirlidir. Axşam saatlarında ulduzlu göy üzünü seyr etmək ruhunuza qəribə bir hüzur gətirəcək. Oğlaq. Bugün nümayiş etdirəcəyiniz qətiyyət və sarsılmaz intizam sizi hədəflərinizə bir addım da yaxınlaşdıracaq. Peşəkar fəaliyyətinizdə uzun müddətdir göstərdiyiniz səylərin bəhrəsini görməyə başlayırsınız. Maddi sabitliyinizi qorumaq üçün uzun müddətli iqtisadi planlar hazırlamaq olduqca yerində bir addımdır. Şəxsi münasibətlərdə ciddilik və etibarlılıq nümayiş etdirmək tərəfdaşınızın sizə olan rəğbətini artırır. Sağlamlığınıza diqqət yetirərək oynaq və sümük sisteminizi gücləndirəcək qidalara üstünlük verin. Bugün rəsmi qurumlarla olan işlərinizi qaydaya salmaq üçün əlverişli fürsətlər yaranacaq. Ətrafınızdakı gənclərə və ya təcrübəsiz həmkarlarınıza mentorluq etmək sizə mənəvi zövq bəxş edəcək. Soyuqqanlılığınızı qoruyaraq böhran anlarında ən doğru çıxış yollarını tapmaq bacarığına maliksiniz. Vaxtınızı səmərəsiz keçirməmək üçün gündəlik işlərinizin dəqiq qrafikini tərtib etməyiniz vacibdir. Bugün daxili dünyanızda baş qaldıran gərginliyi musiqi və ya rəsm vasitəsilə yumşalda bilərsiniz. Ailə böyüklərinin xeyir duasını almaq işlərinizin daha rəvan getməsinə vəsilə olacaqdır. Həyatın çətinlikləri qarşısında əyilmədən məğrur duruşunuz hər kəsin sizə hörmət etməsinə səbəb olur. Realist yanaşmanız sayəsində xəyallarla deyil, konkret faktlarla hərəkət etməyə üstünlük verirsiniz. Bugün dincəlməyə və özünüzlə tək qalmağa qısa da olsa zaman ayırmağınız zəruridir. Başladığınız hər bir işin sonunu mükəmməl şəkildə gətirmək sizin ən bariz vizit kartınızdır. İnsanların sizə olan inamını boşa çıxarmamaq üçün prinsiplərinizdən güzəştə getməməlisiniz. Günün yekununda gələcək 10 illik üçün hədəflərinizi vərəq üzərinə köçürmək faydalı olacaq. Dolça. Bugün orijinal ideyalarınız və fərqli baxış bucağınız sayəsində cəmiyyətdə yenilik rüzgarları əstirə bilərsiniz. İctimai layihələrdə və xeyriyyə işlərində fəal iştirak etmək mənəvi dünyanızı xeyli yüksəldəcək. Karyeranızda innovativ texnologiyalardan istifadə etmək işinizin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. Maliyyə məsələlərində alternativ qazanc mənbələri axtarmaq üçün əla bir zamandasınız. Şəxsi münasibətlərinizdə qarşı tərəfə müstəqillik sahəsi tanımaq aranızdakı bağı daha da möhkəmləndirəcək. Səhhətinizi qorumaq məqsədilə sinir sisteminizi gərginləşdirən amillərdən tamamilə uzaq durmalısınız. Bugün dostlarınızla birlikdə elmi və ya intellektual müzakirələr aparmaq sizə zövq verəcək. Şablon qaydalara meydan oxuyaraq öz fərdi inkişaf yolunuzu sərbəst şəkildə cızmağı bacarırsınız. Gözlənilməz sürprizlərə açıq olmaq günün gedişatını daha maraqlı və rəngarəng edəcək. Daxili azadlığınızı məhdudlaşdırmağa çalışan hər kəsə qarşı məsafəli davranmağınız məsləhətdir. Müasir trendləri izləmək peşəkar sahədə aktuallığınızı qoruyub saxlamağınıza kömək edəcəkdir. Bugün alacağınız maraqlı bir informasiya gələcək elmi fəaliyyətinizə təkan verə bilər. Ətrafınızdakı insanların problemlərinə qlobal və humanist bir baxış bucağından yanaşmağı sevirsiniz. Özünə məxsus geyim tərziniz və rəftarınızla bugün girdiyiniz hər mühitdə fərqlənəcəksiniz. Gələcəyi bugündən inşa etmək üçün vizyoner düşüncənizdən maksimum dərəcədə yararlanın. İnsanlara qarşı qərəzsiz və obyektiv olmaq sizin ən güclü xarakterik xüsusiyyətinizdir. Balıqlar. Bugün intuisiyanızın ən yüksək nöqtəyə çatması sizə hadisələrin pərdəarxası məqamlarını görmək imkanı bəxş edəcək. Yaradıcı xəyal dünyanız sayəsində sənətin hər hansı bir sahəsində möhtəşəm əsər yarada bilərsiniz.
Peşəkar fəaliyyətinizdə emosiyalarla deyil, məntiqlə hərəkət etmək sizi mümkün səhvlərdən qoruyacaq. Maddi məsələlərdə xəyalpərəstlikdən uzaq duraraq ayaqlarınızı yerə daha möhkəm basmağa çalışmalısınız. Sevgi həyatınızda qarşılıqlı fədakarlıq və dərin emosional bağlar sayəsində hüzur tapacaqsınız. Səhhətinizə diqqət yetirmək üçün su prosedurlarından və üzgüçülükdən istifadə etmək olduqca faydalıdır. Bugün daxili səsinizin sizə verdiyi mesajları diqqətlə analiz etməyiniz tövsiyə olunur. Ətrafınızdakı incidilmiş və ya yardıma möhtac insanlara qarşı şəfqət hissi nümayiş etdirəcəksiniz. Gərəksiz illüziyalara qapılmamaq üçün reallıq hissini daim qoruyub saxlamağınız olduqca vacibdir. Ruhunuzu dincliyə qovuşduracaq bədii əsərlər oxumaq zehninizi xeyli sakitləşdirəcəkdir. Bugün daxili rahatlığınızı tapmaq üçün mənəvi dəyərlərə daha çox vaxt ayıra bilərsiniz. Yaxın dostlarınızla səmimi münasibətlər qurmaq sizə özünüzü təhlükəsizlikdə hiss etdirəcək. Keçmişdə baş vermiş neqativ hadisələrin bugününüzü zəhərləməsinə heç bir vəclə icazə verməyin. Başqalarının enerjisindən mənfi təsirlənməmək üçün öz ətrafınızda qoruyucu bir qalxan yaradın. Bugün təbiətin səslərini dinləmək daxili dünyanızda yeni bir harmoniyanın əsasını qoyacaq. Öz bənzərsiz istedadlarınıza inanın və onları dünyadan gizlətmək əvəzinə cəsarətlə nümayiş etdirin. Günün sonunda şirin yuxuya getmədən öncə keçən günün gözəl anları üçün təşəkkür edin.